Məzləcə bunun biz sizinlə ədədin sadə vurğuları, sadə bölənləri və mürəkkəb vurğuların sayının tapılması haqqında bir misal eləyəcəyik. Sizdən xahişimiz bizim videomuza baxıb abunə olub like atmağınızdır. Bir söz də qeyd etmək istəyirəm ki, əgər videomda 10 bəyənmə gəlməsə gələn videolar paylaşılmayacaqdır. Bu suallar 50%, bu sualın 50%-dən çox qəbula düşmə ehtimalları da var. Yəni bu tipli sualların. İndi isə gəlin videomuza keçək. B'nin mürəkkəb bölənlərinin sayını tapın. İlk öncə sual verilib, A-nı verilib, B də verilib. Bunların əbubu da 75 verilib. İndi baxın, A-nı mən aşağıda nədir yazıram. Həmin şeyi A biraz dəyişik yazıram. A bərabərdir 5-də 2K vurulsun 5-də K plus 1 vurulsun 2M 2 üstü M vurulsun 3 üstü M. B'ni de aşağıda kimi yazaq. B bərabərdir 3M vurulsun 3 üstü 1 vurulsun 5 üstü 2K. Yəni 25K. Bəli, bu qalanı bildik. İndi əbobdir. Deməli, əbob 75. Bunun əbobu yəni ortaq olanlar. Əbob hansıdır? 3M ilə buradakı 3M 5K-nı bir də bu. Deməli 5 üstü 2K-nı vuranda 3 üstü M-ə bərabər 75 edir. Əlbəttə ki, bunu biz məntiqlə işləsək, K-nın 1, M-in də 1 olduğunu taparıq. Nə istəyir? B. Yəni K-ya 1, M-ə də 1 qoyaq. 1 qoyanda yuxarı baxın. Olur 3 vurulsun 3 vurulsun 25'e. Yəni bu qalanı bildiniz. Yəni bu nəyə bərabərdir? Bu olduğu kimi yazım. 3 üstü 2 vurulsun 5 üstü 2'ye. İndi bunun gəlin burada tapaq sadə bölənlərini. Sadə bölənləri bərabərdir 2 plus 1'in 2 plus 1'ə hasili bərabər 9'a. İndi bir dənə demək istəyirəm ki, bu deməli 9 da bu sadə böləni var. Bunu bilirik. İndi mürəkkəbini tapaq. Mürəkkəb vurğularının sayı. Aranın sayı bizə lazımdır. Düzdür, bu qalsın. Sadə vurğuların sayı. Sadə vurğularının sayı neçədir? Yuxarıda görürsünüz. 3 və 5. Yəni 2 dənə. İndi bir dənə demək istəyirəm. Bu ədəd mütləq bu ədəd 1-ə bölünməlidir. 100% 1-ə bölünməlidir. Yəni 100% yəni bu nəzəriyyə belədir, 1-ə bölünməlidir. Ona görə 1 nə sadə nə də ki mürəkkəb vurğudur. İndi isə bunun mürəkkəb vurğuların sayını tapaq. Neçə edir? 9'dan çıxırsan 2 qarı 7. Bir dənə 1 çıxdan buradan qaldı 6. Yəni bu sualımızın cavabı 6'ya bərabərdir. Videomuza baxdığınızda hamınıza təşəkkürümü bildirirəm. Gələn videolarda görüşənədək sağ olun.